Salam Vlogçu Baku izləyiciləri, istədim yeni bir məlumat var, onu sizinlə bölüşüm. Deməli, məsələ nədir? Keçən ilin yanvar-aprel aylarında ölkəyə idxal olunan Çin avtomobilləri bu ilin eyni dövrü ilə müqayisədə təqribən 50%-ə qədər azalıb. Bu nə deməkdir? Bu niyə baş verir? Baxmayaraq, həqiqətən də Çin avtomobilləri ekonomdur, lakin onların resursları, ehtiyac hissələri müəyyən qədər gec tapılan və yaxud burada ümumiyyətlə yoxdur, olmayan və bahalıdır. Və əsas məsələ də ondan ibarətdir ki, onların rəsmi tərəfdaş tərəfindən zəmanəti yoxdur. Və ələlxüsus Bakıya gətirilən Çin avtomobillərinin 90% qisminin kiçik istisnalar var. Bəzi brendlərdə rəsmi olaraq zəmanət verirlər. Ancaq hansısa sahibkar və salon belə deyim, gətirdiyi zaman heç bir zəmanətdən söhbət gedə bilməz. Bu halda keçən ilin bu dövrü ilə indiyə qədərki dövrdə belə bir müqayisəli vəziyyət yaranıb və azalma müşahidə olunub. Mən deyərdim ki, bu ilin sonunda da hətta aksiz vergisi və bildiyiniz kimi aksiz və əlavə dəyər vergisindən azad olunub Çin avtomobilləri. Bu əslində gözəl bir təşəbbüs idi, hansı ki avtoparkın yenilənməsi üçün vacib bir əhəmiyyəti var idi. Lakin aksiz vergisi və əlavə dəyər vergisi artdıqdan sonra mən belə hesab edirəm ki, faktiki qiymətlərlə satılan Çin avtomobillərinin qiyməti minimum 4-5 min hal-hazırdakı qiymətdən fərq edəcək. Bu yəqin ki, detallarda, ehtiyat hissələrində də özünü biruzə verəcək bu qiymət artımı. Mən ona görə belə deyim, fikirləşərdim, daha doğrusu deyərdim ki, avtomobillərinizi satmağa tələsməyin. Çünki bu nə qədər bu proses avtoparkın yenilənməsinə stimullaşdırılsa belə, faktiki olaraq regionlarda, Bakı və Abşeron xaric, regionlarda elektrik və hibrid avtomobilləri üçün enerji stansiyaları yoxdur, yetəri qədər elektrik ustaları, servisləri yoxdur. Daha doğrusu belə deyim, yəni yetəri peşəkarlıqda kadrlar çox azdır. Var, amma çox azdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Vlogçu Bakudan hər birinizə sağ olun.